Nümunə çəkim. Məsələn, biz indi 21-ci əsrdə yaşayırıq. Texnologiya bu qədər inkişaf edib, insan hüquqları, nəinki insan hüquqları, heyvan hüquqları var. Yəni, belə bir dövrdə, yəni, siz Allah, qadın hüquqlarından danışmaq biraz da utanç verici deyilmi? Yəni, heyvan hüquqlarından danışdığımız bir dövrdə artıq gör nəyi müzakirə edir, amma realıq da, yəni, bu gerçəklikdir. Sizə mən 12-ci əsrdən bir misal çəkim. 12-ci əsrdə Əndəlüsdə yaşamış bizim böyük bir filosofumuz olur, İbn Rüşd. İbn Rüşdün bir kitabı var. Platonun Respublika əsərindən şərh yazıb o kitabda. İbn Rüşd ideal cəmiyyətdən danışır, utopik cəmiyyətdən. Orada məsələn dövlət başçısından danışır ki, ölkə başçısı necə olmalıdır, onun xüsusiyyətlərini bir-bir qeyd edir. Sonra ordunu qeyd edir, ordu necə olmalıdır, onun bir-bir xüsusiyyətlərini qeyd edir. Nə bilim, filan necə olmalıdır, fəhmə necə olmalıdır, sonra gəlib qadınlardan danışır. Bu cəmiyyətin qadınları necə olmalıdır ki, bu cəmiyyət inkişaf eləsin. İbn Rüşd çox maraqlı bir təhlil ortaya qoyur. Yəni 13-cü əsrə baxanda çox mütərəqqi bir fikir hesab oluna bilər. İbn Rüşd ki, bu gün cəmiyyətdə cəmiyyətin cəmiyyət kimi çox da irəli getməməsinin səbəblərindən biri də qadınlardır. Çox maraqlı. Nəyə görə? Çünki qadın özünü çox dar çərçivədə məhdudlaşdırır. İşi nədir? Evə baxmaq, uşağa süd vermək, evdə yemək hazırlamaq və s. və ilaxır. Belə bir cəmiyyət heç vaxt inkişaf edə bilməz. Çox maraqlıdır. Və İbn Rüşd orada bir ifadə işlədir. Ərəbcəsi əşabdır o ifadənin. O ifadənin birinci tərcüməsi faydasız ot alaf. Elə bir şeydir. Deyib, bax, belə tip insan ot alafın indi ümumi götürəndə nəyə xeyri var? Heç nə, uzağa başı yem kimi istifadə edirsən, ciddi bir xeyri yoxdur. Deyib, belə insanlarda bu qadınları da belə vəsf edir. Əlbəttə, bu kritik yanaşma, bu tənqidi yanaşma siz bunu bir ürək yanğısı kimi qəbul edin. Yəni, adam cəmiyyəti mütərəqqi görmək istəyir və elə bir dövrdə ki, hələ o dövrdə qadın ümumiyyətlə insan olub-olmadığı, ruh sahibi olub-olmadığı müzakirə mövzusu deyildi. O dövrdə, yəni hələ Oxford kimi universitetdə qadına diplom verilmirdi, qadın olduğuna görə. Yəni, belə bir dövrdə, bax, bu adam çıxıb deyir ki, qadın niyə evdə qalacaq? Bu, niyə işi gücü ancaq uşağa süd verməkdir? Bu, cəmiyyətdə mütərəqqi bir işlərlə məşğul olmalı ki, cəmiyyətdə neyləsin, inkişaf elətdirə bilsin. Amma məsələ budursa, şiddətin gətirdiyi nəticə nədir? Şiddətin gətirdiyi nəticə budur ki, insan produktiv ola bilmir. Məsələn, dil öyrənmək üçün, dil öyrənmək üçün və ya hansısa bir sahəni öyrənmək üçün, hansısa bir bacarığa yiyələnmək üçün beyin rahat olmalıdır. Görürsünüz, aktiv məşğul olan insan, işlə məşğul olan insan və ya şiddətə məruz qalan insan, bunlar heç vaxt bacarıqlarını öyrənə bilmir. Çünki beyin inkişaf, beyin imkan vermir. Beyin orada məşğuldur ki, o boş yer alıb əlavə bir fəaliyyət üçün özünü sərf edə bilmir.